Və mən bir söz deyərdim ki, nə yaxşı ki, sən məni yaratmısan. Və Məsih haqqında biraz eşitmişdim, amma buna qarşı çıxdım ilk növbədə. Yəni sadəcə bu yöndən, amma heç bir anlayışım yox idi bu barədə özümün. Onlara görə və xüsusən də Azərbaycanda belə çətindir. Misal ki, İsa Məsihin bizə görə ölüb və dirilməsi və onun Tanrının oğlu olması tipik Azərbaycanlı üçün qəbul etmək çox çətindir. Və bununla barışanda ki, Rəbb mənə görə, mənim günahlarıma görə öz oğlunu qurban verdi. Barışanda insan onda Allahı tapmağa başlayır. Həqiqətən də mən inanırdım və bilirdim ki, Rəbb var. Amma kim olduğunu bilmirdim. Və o mənə İsa Məsih haqqında danışdı və bir cümlə işlətdi ki, Rəbb səni sevir. O sözə qədər mən insanlara çox nifrət edirdim. O günü deyəndə ki, Məsih səni sevir və mənim ürəyimdən bir tikan çıxdı. Və mən hər kəsə o günü, o an bağışladım. Və ürəyimdə olan nifrət o çıxarıldı və məni günahlarımdan azad elədi. Mən hər zaman öz üzərimdə bir şeyi əminliklə bilirəm. Məni sevən Rəbbi, onun sevgisini bölüşməyim lazımdır. Они хотят найти. И иногда даже я могу стесняться сказать, но они спрашивают сами про мою веру, про какие-то молитвы. Я сказал: Бог, дай мне второй шанс. Я буду для тебя танцевать. И я услышал голос Бога, как сейчас, вот так. Сынок, я исцелю тебя, чтобы эти колени могли склоняться передо мной. У меня нету двух менисков. Я не имею права ходить. Я все еще... Но тогда моя жизнь изменилась. Потому что если мы здесь, чтобы служить Господу и приносить плоды для Его Царства, Böyük bir arzum odur ki, hər kəs Məsihin məhəbbətini və onun şəxsiyyətini datsın. Çünki o məhəbbət sayəsində insanın həyatı dəyişir. Sona çatanda bizim missiyamız, biz ata-ana görüşəndə bu o qədər güclü bir, böyük bir, gözəl bir şey, bir təsəlli olacaq ki, ən böyük xoşbəxtçilik.